Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Yaşat Azərbaycan verilişində sizi salamlayırıq. Aparıcı mənəm, Əfsanə Sadıqova. 2026-cı ilin may ayı ərzində Yaşat Fondunun fəaliyyəti ilə bağlı əsas xəbərləri diqqətinizə çatdıracağıq. Amma əvvəlcə bir məlumatı xatırlatmaq istərdik. Şəhid ailə üzvləri və müharibə əlilləri fonda müraciət etmək üçün 8110 çağrı mərkəzinə zəng edə və ya Yaşat Qovaz internet səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, 8110 qısa nömrəsinə zənglər ödənişsizdir. İndi isə may ayı ərzində fondun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə nəzər salaq. İlk olaraq tibbi dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verək. Hesabat dövründə fond tərəfindən şəhid ailə üzvləri və müharibə əlilləri dərman vasitələri ilə təmin olunublar. May ayı ərzində 1558 nəfər şəhid ailə üzvünün və 635 nəfər müharibə əlilinin ümumilikdə 2193 müraciəti üzrə 262477 manat dəyərində təminat həyata keçirilib. Eynək təminatı da davam etdirilib. 41 nəfər şəhid ailə üzvü, 24 nəfər müharibə əlilli olmaqla ümumilikdə 65 müraciət üzrə 5789 manat dəyərində eynək təminatı gerçəkləşdirilib. Bununla yanaşı icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərlə bağlı müraciətlər əsasında 5 nəfərin cərrahi əməliyyatı fondun maliyyə dəstəyi ilə həyata keçirilib. Bu istiqamətdə ümumilikdə 14906 manat vəsait ayrılıb. Fondun fəaliyyəti yalnız tibbi deyil, sosial dəstək layihələrini də əhatə edir. Yaşat Fondunun təşkilatçılığı ilə şəhidlərimizin həyat yoldaşları üçün həyata keçirilən Zərif Görüş layihəsi davam edir. Növbəti görüşlər Gəncə və Tovuz şəhərində baş tutub. Samux, Daşkəsən, Göygöl, Gəncə, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan şəhidlərimizin həyat yoldaşları görüşdə iştirak ediblər. Layihənin əsas məqsədi iştirakçıların bir araya gələrək ünsiyyət qurulmasına, qarşılıqlı tanışlığın və mənəvi dəstəyin güclənməsinə, həmçinin sosial həmrəyliyin artırılmasına töhfə verməkdir. Səhər yeməyi formatında təşkil olunan hər iki görüş ümumilikdə 87 xanımı əhatə edib. Sonda iştirakçılara müxtəlif hədiyyələr də təqdim olunub. May ayında xüsusi diqqət ayrılan istiqamətlərdən biri də şəhid övladları üçün təşkil olunan tədbirlər olub. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Yaşat Fondu tərəfindən tərəfdaşların və sponsorların dəstəyi ilə hədiyyə kərvanı layihəsi həyata keçirilib. Respublikanın bütün rayonlarını əhatə edən layihə çərçivəsində 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram hədiyyələri təqdim olunub. Bu hədiyyələr qəhrəman şəhidlərimizin övladlarına cəmiyyətimizin "Siz bizim üçün çox dəyərlisiniz" mesajını çatdırdı. Onların gözlərindəki sevinc, üzlərindəki təbəssüm isə ən qiymətli bayram hədiyyəsinə çevrildi. Şəhid övladlarının iştirakı ilə Yol Polisimizlə Bir Gün adlı tədbir keçirilib. Bakı Şəhər İdarəsinin təşəbbüsü və Yaşat Fondunun dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasına ekskursiya ediblər. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər. Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil olunan növbəti tədbirdə şəhid övladlarının sevincinə səbəb olub. Yaşat Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün əyləncəli proqram həyata keçirilib. Tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların xoş və yadda qalan anlar yaşamasına töhfə vermək olub. Bu çərçivədə 43 şəhid övladı Dreamland kompleksində yerləşən Dream Trampolin əyləncə mərkəzini ziyarət ediblər. Uşaqlar burada müxtəlif əyləncə imkanlarından yararlanaraq maraqlı və yadda qalan vaxt keçirdiblər. Şəhid ailə üzvləri və müharibə əlillərinin peşəkar inkişafına dəstək məqsədi ilə Yaşat Fondunun tərəfdaş qurumlarla əməkdaşlığı davam edib. Belə ki, BMG International ilə birgə əməkdaşlıq çərçivəsində ödənişsiz hazır mühasib təlim proqramına qeydiyyat elan olunub. Təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq akkreditasiyalı sertifikat təqdim ediləcək və işlə təminat məsələsində dəstək göstəriləcək. Bununla yanaşı, fondun Dost Tədris Mərkəzi ilə əməkdaşlığı çərçivəsində təşkil olunan ödənişsiz Microsoft Office proqramları üzrə təlimə qeydiyyat da
başa çatıb. Təlimlər onlayn və əyani formada keçiriləcək. Proqram çərçivəsində 10 nəfər üçün iştirak imkanı nəzərdə tutulub. Hörmətli izləyicilər, fondun fəaliyyəti və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı Yaşad Qovaz rəsmi internet səhifəsinin hesabatlar bölməsindən əldə edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, fondun vəsaiti vətəndaşların könüllü ianələri hesabına formalaşır. Həyata keçirilən layihələrin davamlılığı üçün hər bir ianə mühüm əhəmiyyət daşıyır. Siz də 8110 qısa nömrəsinə SMS göndərməklə rəsmi internet səhifəsi, ödəniş terminalları və banklar vasitəsilə ianə edə bilərsiniz. Qələbəni yaşadanlara göstərilən diqqət və qayğı hər birimizin ortaq məsuliyyətidir. Bu cari ilin may ayı ərzində Yaşad Fondunun fəaliyyəti ilə bağlı əsas xəbərləri təqdim etdik. Növbəti buraxılışlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.